Panik pozuntu haqqında çox yayılmış miflər var və bu miflər xəstələrin vəziyyətini daha da çətinləşdirir. Gəlin ən vacib 5 mif və onların doğrularından danışaq. Birincisi, panik atak ürəklə əlaqəli bir fikirdir. Simptomları ürək döyüntüsüdür, tənəffüs darlığıdır, sinə ağrısıdır. Ürək xəstəliklərinə çox oxşar olsa da, panik atak ürək xəstəliyi deyil, funksional psixogen reaksiyadır. Orqanik ürək zədəsi yaratmır. Digər bir mifimiz panik atakdan ölmək olar fikridir. Panik atak ölümcül deyil. İnsan ölürəm hissi yaşayır, amma bu hiss beynin alarm sisteminin həddindən artıq aktivləşməsi səbəbindən olur. Bu sadəcə zəif insanlarda olur fikri də yanlışdır. Çünki panik pozuntu hər kəsdə ola bilər. Bu zəiflik yox, neyrobiyoloji və psixoloji mexanizmlərin nəticəsidir. Digər bir mifimiz özünü də ələ alsan keçər fikridir. Doğrusu isə belə deyil. Sadəcə özünü ələ almaq kifayət deyil, olmur. Müalicə tələb edir, dərman müalicəsi və lazım olduqda psixoterapiya seansları. Və nəhayət, bir dəfə başladısa ömürlük davam edəcək fikirdir. Ən geniş yayılmış və ən təhlükəlisi budur. Çünki xəstələrdə adətən inamsızlıq, sağalacağına dair ümidsizlik yaradır. Panik pozuntu tam müalicə oluna bilər. Düzgün yanaşma ilə ataklar tam keçib gedir.